Daha olunacaq. Bir daha axşamınız xeyir olsun. Deməli, başlayaq elə səhvlərdən. Hansı səhvlərdir? Deyin, zəhmət olmasa. Mustafa, başlayaqmı? De səhvlərini. Məndə 19-dadır mən. 19-a qədər kimdə səhv var? Mənim 3-ə baxa bilərik, 3-lə 4-ə. Baxın. Ekrandadır. Özünüz yaxınlaşdırın, oxuyun. Yaxşı. Demək, müəllim dərs zamanı keçiriləcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış eləyirlər, lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək arqumentlər gətirə bilmirlər. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırmaq bacarığının olmadığını da müəyyənləşdirir. Müəllim, mən burada mənbəyi araşdırmaq bacarığının olmamasını rəqəmsala yönləndirmişdim. Yəni Siz o variantı götürmüşdüm. mənbənin araşdırılmasına qədər o keçilən proseslərə fikir versəydiniz, müəllimə, orada deyir ki, dərs zamanı keçiriləcək mövzuda debat təşkil olunur. Bu debatın təşkili artıq bizə bir açar söz kimidir. Debat varsa, deməli mən orada əsaslandırma verməliyəm. Debat varsa, orada müzakirə var və orada çıxışlar var. İki fərqli mövqedən danışma var. Danışan zaman gərək bizim danışığımız nədən ibarətdir? Söz. Gərək bizim zəngin lüğət ehtiyatımız olar. Gərək biz danışan zaman hər hansı bir qarşımızdakı situasiyalarda qarşımızdakını dinləmə qabiliyyəti göstərək, ünsiyyət qura bilmə bacarığımız olsun, öz ünsiyyətimizi idarə etmə bacarığımız olsun. Çünki iki fərqli kontekstdən çıxış ediləcək. Bir tərəf mövzunun müsbət tərəfindən yaxınlaşır, bir tərəf mövzunun mənfi tərəfindən yaxınlaşır. Gərək mənim öz ünsiyyətimi idarə etmə qabiliyyətim ola ki, mən qarşımdakını dinləmə mövqeyi tuta biləm. Və bu da əlbəttə ki, nədən ibarət olar? Gərək mənim savadlılıq kompetensiyam, savadlılıq bacarığım, dəyərim, vərdişim ola ki, mənim fikrimə hər hansı əks fikir səslənilən zaman əvvəla səbirli olub sona qədər dinləməni bacaram. Mənim orada savadlıq kompetensiyasında var ki, dil və mədəniyyətin müxtəlif kontekstində müqayisə eləmə və fərqləri haqqında məlumatlı olma. Eyni zamanda əgər söhbət tənqidi təfəkkürdən gedirsə, mən gərək əsaslandırma bacarığım ola. Mənim fikirləri deyən zaman təhrif etmədən, şişirtmədən ortaya qoyma bacarığım ola ki, bunların hər biri məndə hər biri ünsiyyətə dayanır. Müsbət dinləyici olmağıma dayanır. Bu da əlbəttə ki, savadlıq kompetensiyasına dayanır və ümumiyyətlə debat olan yerdə tənqidi təfəkkür olar, tənqidi düşüncə olar. Tənqidi düşüncə deyəndə tənqid etmək kimi əsla düşünməyin. Tənqidi düşüncə ilə tənqidi təfəkkürdür və ya kritik təfəkkürdür. Hər üçü eyni mənanı ehtiva edir və hər hansı bir mövqedə, prosesdə çatışan və çatışmayan tərəfi görürsən, lazımlı və lazımsızı görürsən, həmin məsələyə düzgün istiqamət verirsən. Və burada da necə ki, tənqidi deyir ki, demək lazımdır, əsaslandırma var. Mən fikrimi nə ilə əsaslandırıram? Əlbəttə ki, gərək mənim zəngin lüğətim ola ki, söz lüğətim, söz ehtiyatım ola ki, fikirlərimi də əsaslandıra biləm. Ona görə savadlıq kompetensiyası. Aydın oldu? Mənim aydın oldu. Bir də dördüncünün o cədvəldə... Dördüncü sualda uyğunsuzluq istəyir. Mənim orada bir dənə ikincini başa sala bilərsinizmi? Deyirəm, mədəni məlumatlılıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir. Yəni onu tam anlaya bilməmişdim. Açıq fikirlikdir, nümayiş etdirirlər. Burada ikincini istəyirsiniz siz. Mədəni məlumatlıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlilik nümayiş etdirirlər. Bu doğruya doğrudur da. Bəli, əlbəttə ki, axı sən qarşıdakı xalqın mədəniyyətinə
hörmət qoyursan və müqavimət göstərmirsən də, məsələn, gəl tutaq Çinlilərdən. Məsələn, Çinlilər bizə yad olan müxtəlif heyvan ətlərindən istifadə eləyirlər elə. Kimsə, məsələn, onlardan söhbət açanda, belə deyək də, məsələn, deyir, ay Allah, onların mədəniyyəti nədir? Onlar tutaq ki, filan heyvanın ətindən istifadə eləyirlər. Oy, onu yeməkmi olar? Həmin o mədəni məlumatlılıq və özünü ifadə kompetensiyası, bacarığı olan insansa deyir ki, tolerantlıq göstərir də. Yəni o hər insanın müxtəlif olduğunu, hər ölkənin, mədəniyyətinin, irqinin müxtəlif olduğunu qəbul edir və ona müqavimət göstərmir. Müxtəlifliliyi qəbul edir. Aydındırmı? Aydın oldu mu? Mən başa düşdüm. Növbəti Sonra 15-ə baxa bilərik. Nəzər yetirərdik. necə? Zəhmət olmasa 4-cü suala baxardıq. 4-cü sualın ikincisini izah elədim. Baxın, orada uyğunsuzluq istəyir. Doğruda yanlışda doğrunu götürəsik. Oxuyun onu özünüz. Mədəni məlumatlılıq doğru olan oxuyuram, birinci doğru. Mədəni məlumatlılıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf etdirir. Bu doğrudur. Bəli. Mədəni məlumatlılıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir. Açıq fikirli nümayiş etdirilir. Bəli. Məncə bu yanlış. Doğrudur. Niyə yanlış olur ki? Mən indi izah verdim o cümləyə. Mən o cümləni izah elədim. Səbəbdə nədir, nəyinin doğru olduğunu sizə dedim axı. Siz əgər mədəni məlumatlılığa, mədəni müxtəlifliyə hörmət edən insansızsa, niyə başqasının mədəniyyətini qəbul etməyəsiz ki? Aha, üzrlü sual mən anladım. Buyurun. Növbəti. Siz sağ olun. Növbəti səhvlər 5-dən 9-a kimi ekrandadır. Kimdə səhv var 5-dən 9-a qədər? 5-dən 9-a qədər var səhv? Yoxdur deyəsən. Ondan 13-ə qədər var mı səhv? Mən 9-u yazmamışam. Müəllimə 13-ə bax. Yaza bilmədim daha doğrusu. 9-u yaza bilmədiniz? Buyurun, oxuyun, izah eləyək. Şagirdlər yaşıl enerji çağırışı adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəfləyir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistem üzərində çalışırlar. Layihəyə məktəbdə digər şagirdlər də cəlb edirlər. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Hansı fikir yanlışdır? Yanlışı istəyir bizdə. Burada deməli yaşıl enerji çağırışı adlı layihə işi var, bərabər çalışma var. Eyni zamanda onlar burada bir-birlərinə layihədə köməklik göstərirlər, bir-birlərini cəlb edirlər. Burada hansı söhbət situasiyanın yanlışlığından gedir? Kimin mikrofonları açıqdırsa bağlayın mikrofonları. Sadəcə sual verənin mikrofonu açıq olsun. Bağlayın mikrofonları. Sual verənin mikrofonundan gəlirsə, əgər o mikrofonunuzu bağlayın, başqa biri oxusun. Başqa bir müəllimə oxusun, çünki səs... Adil, bəlkə sən oxuyasan. Müəllimə zəhmət olmasa bu vaxtda. Adil, sən oxu, zəhmət olmasa. Çünki müəllimənin mikrofonu dərsə maneçilik göstərir. Neçənci sualdır? 9-cu sual. Burada layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürülməlidir və onun üzərində çalışırlar və digər şagirdləri də burada şagirdlər cəlb etməlidirlər. Burada bizdən... Digər şagirdlər. Aha, yanlışı istəyir. Aha, buyur. Verilmiş layihə şagirddən müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir. Ay, sağ ol. Çünki əgər söhbət bir layihədən gedirsə, layihə üzərində çalışılacaqsa, həmin layihədə müxtəlif fənlərə inteqrasiya, yəni fənlər arası inteqrasiya burada özünü göstərəcək. Çünki məsələn, adicə gəl göstərək, təsvirincə sənət fənnindən layihədirsə, orada bir çertiyoj çəkmə var və orada hesablama olacaqsa, məsələn, orada təsvirincə sənət fənni olacaq, orada
riyaziyyat fənni olacaq və ya hansısa fənn müəllimi veribsə digər bir fənn olacaq. Ona görə bu doğrudur. Bizdən yanlış istəyir. Növbəti. Layihə işinin effektiv nəticələnməsi şagirddən vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək bacarığı tələb edir. Bu da doğrudur. Əlbəttə ki, gərək sən hər şeyi vaxtında yerinə yetirə biləsən ki, müəyyən bir vaxt ərzində onu həm həyata keçirəsən, həm də ki, vaxtını düzgün şəkildə idarə etməni bacarasan. Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığının formalaşdırılması baxımından da effektiv hesab edilir. Bəli, çünki layihədə əməkdaşlıq var. Mən hansısa yoldaşımdan nəyisə soruşa bilərəm. Gərək ki, mən qarşımdakını düzgün şəkildə anlaya biləm. Qarşımdakı mənə düzgün şəkildə yol göstərə. Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyati problemlərin həllində istifadə etmək imkanı Bəli, qazanırlar. ümumiyyətlə həmin layihələrin bir məqsədi var ki, biz o layihədən qazandığımız bilik və bacarıqları həyatda tətbiq edə bilək. Bu da doğrudur. Layihənin gedişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi onlarda savadlıq kompetensiyasının inkişafına təsir edəcək. Savadlıq kompetensiyasının inkişafına əgər məni motivasiya eləyirlərsə, məni irəli doğru getməyimi istəyirlərsə, savadlıq kompetensiyasına aidiyyəti yoxdur axı. Savadlıq kompetensiyası zəngin lüğətdən ibarətdir. Savadlıq kompetensiyası burada fikri düzgün şəkildə çatdırmaqdan ibarətdir. Savadlıq kompetensiyasının əsas mövqeyi və məramı bundan ibarətdir. Növbəti. Müəllimə, bu hansı test bankidir? Tapa bilmirəm mən. Eşitmədim. Bir də deyin zəhmət olmasa. Bu hansı test bankidir? Zəhmət olmasa adını deyərdiniz. 2000 Time test bankıdır müəllimə. Qrupda sancaqlamışam. Qrupda bizim öz qrupumuzda varsınızsa, qrupumuzda var. Aid olduğunuz həm MİQ PDF qrupunda var, həm aid olduğunuz qrupda var müəllimə. Atmışıq biz onu qrupa. Oldu, çox sağ olun. Növbətini deyin, zəhmət olmasa səhvləri deyin. Müəllimə, 13-ə baxa bilərik. Baxa bilərik. Oxuyun. Zəhmət olmasa. Şagirdlər yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağac əkmə kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərini ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb, nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Verilmiş situasiyada əsasən hansı fikirlər doğrudur? Biri götürmüşdür müəllimə. Şagirdlər ümumi maraqlar üçün digər insanları əməkdaşlığa sövq etmələri, onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. Tamamilə doğrudur. Bəli. Çünki hörmət var orada, kompromisə getmir, orada konstruktiv münasibət var, orada insana hörmət var. Yəni orada sən sosial və mədəni fərqliliyə hörmət göstərirsən. Ona görə doğrudur. Aha. Bir də müəllimə cavab 3 verib, mən bilməyib 4-ü götürmüşdüm. 3-də deyir ki, şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb nəticə çıxarmaları onlarda elmlik kompetensiyasının inkişaf etdiyini göstərir. Elmlik kompetensiyasında bax orada nə deyir? Həyatda baş verən müxtəlif proseslərlə təhlil aparır. Düzdür? Təhlili apardı. Təhlili apardıqdan sonra onu həyatda o tətbiq elədi. Çünki elmi kompetensiyada nə var idi? Həyatda baş verən müxtəlif prosesləri o izah eləyə bilirdi. Aydındırmı? Və nəticə çıxara bilirdi. Nəticə çıxartmaq üçün savada malik olurdu və həmin savaddan onun istifadə etmə bacarığı olurdu. Aydındırmı? Bax, biz belə düşünün də, biz şagirdə məktəbdə nə veririk? Elm öyrədirik, düzdür? Və həmin o elmi qazandığı bilik və bacarığı o həyatda tətbiq eləyə bilirsə, o elmi kompetensiyadır. Aydındırmı? Bəli, müəllimə. Növbəti.
Növbəti səhv. Adil, sən zəhmət olmasa Howard Gardner nəzəriyyəsini kitabın özündən çək, qrupumuza göndər. Çək, Olar. PDF-in özündən skrin elə at qrupa, mən dərs izahı zamanı bir də axtarmayaq. Ha? Oldu mən. Növbəti səhvi deyin zəhmət olmasa. Səhvlər. Mustafa, sənin səhvin hardaydı? Mustafa, digərləri, mənim səsim gəlirmi sizə? Buradayım. Səhvlərinizi deyin zəhmət olmasa. Səhvləri demirsiniz, sakit dayanırsınız. Səhvlərinizi deyin ki, dərsimizə keçid eləyək. Mənim vardı, başa düşdüm mənim baxdım. Aydındır. Digərlərinin səhvləri var. Deyəsən səhv yoxdur. Deməli biz baxın, sonda yekun bu kompetensiyalar barədə yekun fikrimi səsləndirim. Savadlıq kompetensiyasında nəyə veririk? Əgər məsələn biz zəngin lüğət ehtiyatına malik isə, biz hər hansı situasiyada, müxtəlif situasiyalarda dinləyici rolunda iştirak edə biliriksə, oxucu və yazar kimi biz ünsiyyəti mükəmməl şəkildə qura biliriksə, eyni zamanda düşdüyümüz prosesə uyğun, kontekstə uyğun, şifahi və yazılı arqumentləri biz şişirtmədən, təhrif etmədən, inandırıcı şəkildə istifadə etmək bacarığımız varsa, nitqimiz yaxşı mənada başqa insanlara xoş təəssürat bağışlayırsa, nitqimiz pozitiv və uyğun şəkildə yerindədirsə, deməli biz savadlıq kompetensiyasına malikik. Əgər biz hər hansı bir ölkənin dilində danışa biliriksə, onların həm funksional qrammatikasından istifadə edə biliriksə, eyni zamanda bizdə yeni dillər öyrənmək istəyi varsa, bizdə azsaylı xalqların dilinə hörmət bəsləyiriksə, bu bizdə çox dil bilmək kompetensiyasıdır. Biz hər hansı bir problemimizi həll etməkdən ötürü riyazi bilikləri tətbiq eləyə biliriksə, biz düşünən zaman məntiqi riyazi düşünüb, məsələn, tənqidi təfəkkürün özündə də məntiqi riyazi düşünmə var. Düşünə biliriksə, biz statistikanı, diaqram və qrafikləri anlayırıqsa, elmin, texnikanın, texnologiyanın insana olan müsbət təsirini başa düşürüksə, biz deməli riyazi kompetensiyaya malikik. Eyni zamanda rəqəmsal savadlıq kompetensiyası da ki, bu aydın məsələdir də, informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə varsa, onların həyatımızda olan rolundan anlaya biliriksə, deməli biz rəqəmsal kompetensiyanı dərk edən bir insanıq. Şəxsi sosial və öyrənmək kompetensiyasında əgər özümüz haqqında düşünə biliriksə, özümüz haqqında məlumatlıyıqsa, biz öz emosiyalarımızı idarə etməni bacarırıqsa, biz başqaları ilə konstruktiv əlaqə qura biliriksə, vaxtı və informasiyanı səmərəli istifadə etmə baxımından, gələcəyə yönəlik planlarımız varsa, özümüzü həm fiziki olaraq, həm psixoloji olaraq, həm emosional olaraq vəziyyətimizi sağlam şəkildə tuta biliriksə, deməli biz şəxsi sosial öyrənmək kompetensiyasındayıq. Və fəal vətəndaş mövqeyində də ki, biz başqa insanlara hörmət bəsləyiriksə, kökündə hörmət dayanırsa, tolerantlıq dayanırıqsa, kompromisə getmiriksə, gender bərabərliyindən fərqinə varırıqsa, eyni zamanda konstruktiv münasibət bəsləyə biliriksə, qrupların, təşkilatların, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin əsas anlayışları barəsində biz məlumatlıyıqsa, dövlətimizin, eyni zamanda ölkəmizin siyasi, sosial, iqtisadi konsepsiya və strukturlarını biliriksə, biz deməli fəal bir vətəndaşıq, fəal vətəndaş mövqeyi kompetensiyasına sahib bir insanıq.
Sahibkarlıq kompetensiyasında da orada nə bilim strateji düşünmə var, problem həll etmədir, ardınca fərdi və komanda ilə işləmə bacarığıdır. Yəni bax bu kimi bizdə fəaliyyətlər varsa, deməli biz sahibkarlıq kompetensiyasına malikik. Mədəni məlumatlıq və özünü ifadə edə ki, burada yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri barədə biz məlumatlıyıq. Biz əsas ideyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə eləyə biliriksə, biz digər xalqların mədəniyyətinə tolerantlıq göstərə biliriksə, fərqli mədəniyyətlərdə iştirak etmək istəyimiz də varsa, deməli biz mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyasını özümüzdə formalaşdırmışıq. Yəni bax bu bizə lazım olacaq kompetensiyalar bunlardan ibarətdir. Bir daha deyirəm ki, yəni bu kompetensiyaların mütləq şəkildə hər biri 21-ci əsr insanına lazım olacaq məlumatlardır. Biz nələrə sahib olmalıyıq? Biz hansı dəyərlərə, hansı vərdişlərə sahib olmalıyıq? Mütləq şəkildə bunları bilməliyik. Hər hansı bir qaranlıq məqam qaldımı sizlərdə bunlarla bağlı? Ki mən sizə təklif edirəm ki, bu xüsusilə çox çətinlik çəkdiyiniz sualları yenidən işləyin. Yenidən əgər hər hansı sualınız olarsa, onu da verərsiniz. Hər hansı bir sualınız varmı testlərlə və ya təkrar mövzunun izahından bağlı? Əgər yoxdursa, biz növbəti dərsimizə keçid eləyək. Adil, sən atdın da yəqin ki, Howard Gardner nəzəriyyəsini. Atdım müəllimə qrupa. Aydındır. Yenə bir daha deyirəm əziz müəllimlər, hər hansı bir sualın, hər hansı bir qaranlıq qalan məqam qaldısa, onu izah eləməyə hazıram. Deyərsiniz, izah eləyərik və nəzəriyyələrin bir daha səsləndirirəm ki, niyə görə nəzəriyyələrdən başladıq? Çünki hal-hazırda yeni mövzularla əlaqədar biz dəyişiklik olmayan nəzəriyyələrdən başlayaq. Ondan sonra digər mövzulara keçid eləyərik və Howard Gardner nəzəriyyəsi çox növlü zəka nəzəriyyəsi. Çox maraqlı, eyni zamanda çox rahat olan nəzəriyyələrdən biridir Howard Gardnerin. Çox növlü zəka nəzəriyyəsi. Əvvəla deyək ki, nəyə görə çox növlü zəka nəzəriyyəsidir? Çünki eyni zamanda çox növlü intellekt nəzəriyyəsi kimi də adı keçir mənbələrdə. Howard Gardner düşünür ki, hər bir insan bir intellektə sahibdir. Ümumiyyətlə düşünür ki, 8, bəzi ədəbiyyatlarda isə 9 intellekt növünün olduğunu düşünür və intellektlərdən 8 intellekt növümüz var, hansı ki, verbal lingvistik intellekt. Burada verbal lingvistikə malik olan şagirdlərimiz nələrdən istifadə edirlər, necə şagirdlərdir onlar. Verbal sözünün mənası ümumiyyətlə söz deməkdir, söz yığını və həm sözlərdən şifahi olaraq, həm də yazılı nitqdə effektiv şəkildə ifadə etmə bacarığıdır ki, əgər bir insanın düzgün şəkildə fikirlərini çatdıra bilirsə, yazı qabiliyyəti, rabitəli yazıdan istifadə eləyə bilirsə, fikirlərini səlis, aydın şəkildə söyləyə bilirsə, zəngin lüğət ehtiyatı varsa və oxumağa, yazmağa meyillidirsə, hekayə nəql etməni düzgün şəkildə həyata keçirə bilirsə, söz oyunları oynayırsa, deməli, verbal lingvistikdə olan bir insandır. Kitab, məsələn, onların ehtiyacı olduğu şeylər nələrdir? Kitablar, çünki kitab oxumağa meyillidirlər. Gündəliklərin yazılması, gündəlik yazmaq üçün vəsaitlər, dialoqlar qururlar, müzakirələrdə iştirak edirlər. Məsələn, biz iş üsullarımızdan debat olsun, Sokrat dialoqu olsun, ümumiyyətlə müzakirə iş üsullarını biz verbal lingvistikə aid eləyə bilərik. Nəyə görə
Məsələn, debatı biz burada deyə bilərik. Çünki debatda nə var? Biz fikrimizi söz vasitəsilə çatdırırıq da. Debatın özəyində də söz var. Fikrin çatdırılması var, fikrin əsaslandırılması var, fikrin düzgün şəkildə ortaya qoyulması var. Tənqidi təfəkkürün özü. Ümumiyyətlə, harda söz varsa, harda məsələn, hansısa situasiyada şagirdləriniz əsaslı şəkildə fikirlərini çatdıra bilirsə, düzgün şəkildə fikirlərini çatdıra bilirsə, hekayəni düzgün şəkildə şərh eləyə bilirsə, hər hansı bir şeiri ifadəli şəkildə söyləyə bilirsə, verbal lingvistik intellektə malik şagird. Ümumiyyətlə yazarlar, şeir yazanlar, roman yazanlar, yazıçılarımız, bunların hər biri verbal lingvistikdədir. Danışma qabiliyyəti olan insanların hər biri verbal lingvistik intellektə malikdir. Bəs məntiqi riyazilər burada məntiqi riyazilər daha çox onlar mühakimə etmə qabiliyyətinə maliklərdir. Yəni dəqiq elmləri sevənlərdir. Hansı ki, buraya məntiq, səbəb-nəticə əlaqələrinə artıq meyllilərdir ki, hansı ki, onlar eksperiment aparmağı çox sevirlər, sorğu-sualı çox sevirlər. Məsələn, məntiqi tapmacalar həll etməyi sevirlər, hesablamalar etməyi. Çünki məntiqi, bir daha deyirəm, onlar riyaziyyat, dəqiq elmləri sevirlər. Riyaziyyata hesablamalar olsun, məntiqi tapmacalar olsun, elmi materiallar olsun, elmi muzeylərə, sərgilərə getmək olsun. Bax, bunları sevirlər. Məsələn, debatın özü var həm verbal lingvistikdə, söz müzakirə baxımından. Debat həm də var məntiqi riyazidə, mühakimə yürütmə baxımından. Fikrini əsaslandırıb əlaqəli və sistemli şəkildə ortaya çıxartma baxımından. Onlar məntiqi riyazilərdir. Yəni, harda hesablamaları gördünüz, harda dəqiqliklə araşdırıb fikir çatdırmağı gördünüz, bilin ki, söhbət məntiqi riyazi intellektdən gedir. Musiqi ritmlilər, musiqi ritmi xoşlayan intellektlər. Onlar, məsələn, öz-özünə mahnı oxuyan insanlar olur, mahnı oxuyurlar, zümzümə eləyirlər. O, əl və ayaqlarla ritm vururlar. Məsələn, konsertlərə getməyi xoşlayırlar, musiqi alətlərində ifa eləyə bilirlər. Yəni, musiqi ritmlilər onlardır. Məkan vizual intellektə malik olanlar isə təsvir və şəkillərlə işləyənlər. Məsələn, dizayn etməkdir, şəkil eskizdən işləmə qabiliyyəti olanlardır, vizual təsvirləri beynində canlandıranlardır. Bax, məkan vizualda burada, məsələn, incəsənətə meyllilik var. Məsələn, video slaydların düzəldilməsidir, video filmlərdir, o puzzle, labirintlər olur, sonra şəkilli kitablardır. Bax, kitabların özü verbal lingvistikdədir, amma şəkilli kitablar, şəkillilər, onlar məkan vizualdadır. Məsələn, elmi muzeylərə ekskursiya məntiqi riyazidədir, amma məkan vizualda artıq incəsənət muzeylərinə ekskursiya etməyi sevənlərdir məkan vizuallar. Onlar, bax, bir daha deyirəm ki, beyinlərində canlandırmağı sevən insanlardır. Beyinlərində nətər canlandırma? Məsələn, hər durduğun yerdən deyirsən ki, o bələdçilik eləmə, o da məkan vizualdır. Məsələn, soruşuram ki, mən tutaq ki, bir nömrəli məktəbə necə gedə bilərəm? Bir nəfər mənə tərif eləyir. Deyir ki, 500 metrə gedirsən, 500 metrə gedəndən sonra sola dönürsən. Sola dönəndən sonra 150 metrə gedəndə, sağa dönəndə özünüz görəcəksiniz. Mən olduğum yerdən onu beynimdə canlandırıram. Məsələn, mən getdim 500 metrə, 500 metrə gedəndən sonra sola döndüm. Sola dönəndə 150 metrə getdim, küçənin başına çatdım, sağa döndüm. Tam məktəb oradadır. Durduğum yerdən beynimdə canlandırma verdim. Həmin yeri. Bax, məkan vizual odur. Eyni zamanda, məsələn, bələdçilər, o bələdçilik etməyin özü də məkan vizualdadır. Və naturalistlər artıq təbiət və
təbiət hadisələrini sevənlərdir. Onlar naturalistlər, məsələn, heyvanları sevən insanlardır. Yəni flora və faunanın çox saylı nümunələrini tanımaqda, təbiəti kəşf etmək, planetə qayğı, onlarda məsəl üçün yağışın yağmağı, ildırımın çaxmağı, göy qurşağı çıxdı, buludlar, günəş, ay, üzümçülük, bağçılıq, heyvandarlıq. Yəni bax bütün bunları xoşlayan insanlar deməli naturalist insanlardır. Danışmağı çox sevən, danışmaqdan yorulmayan, yazan, pozan, oxuyanlar verbal lingvistiklərdir. Məsələn, məntiqi düşünənlər, riyaziyyatı sevənlər, məntiqi sevənlər, elm barədə düşünənlər, danışan zaman fikirlərini o yüz ölçüb, bir biçib ortaya qoyanlar məntiqi riyazilərdə, hansı ki o məntiqli danış deyirsən, məntiqlə danış. Eyni zamanda musiqi ritmlər öz-özünə mahnı oxuyanlar, öz-özünə ritim tutanlar, onlar musiqi ritmlərdir. Məkən vizualdakı dedik ki, onlar beynində canlandırmağı sevirlər, incə sənəti, şəkilləri, video slaydları sevənlərdir. Naturalistlərdəki təbiət, heyvan, bağçılıq, bütün bunları özündə əks etdirir. Bədən kinestetiklər bədən hissiyatı ilə hərəkət edənlərdir. Yəni onlar fikirlərini və hisslərini ifadə etmək üçün bədən üzvlərindən istifadə edirlər. Yəni burada eyni zamanda toxunaraq nəyinsə düzəldilməsi var. Məsələn, bax, biz qeyri-verbal reaksiya deyirik də. Məsələn, tutaq ki, sinifdə şagird səs salır və mən qeyri-verbal reaksiya qururam. Yəni danışmadan o bir üzümüzü, qaşımızı çatırıq, tam gözlərimizi zilləyirik ona tərəf, sərt bir ifadə ilə bir baxış. Yəni bax burada bədən mənim artıq jest mimikadan istifadə elədim. Yəni bu bədən kinestetikdir və ya məsələn bax sinifdə rollu oyunların oynanılması var da, bədən hərəkətdədir, hərəkət var burada. Məsələn, aktyorlardır, atletlərdir, rəqqaslardır. Bunlarda məsələn tamaşalarda orada bir yerdə qalmırsan, hərəkət var. İdman hərəkətlərinin edilməsidir, praktik şəkildə öyrənmədir. Yəni fəaliyyət, orada praktik şəkildə fəaliyyət var. Məsələn, fiziki oyunların keçirilməsidir, rəqs eləməyin özüdür, qaçmaqdır, tullanmaqdır, jestlərdən yerində istifadə bacarığıdır. Bax, onlar bədən kinestetikdir və şəxslər arası intellekt digər şəxslərlə, baxın, adına fikir verin. Burada qarşı tərəfin münasibətlər əsasında qurulan bir intellektdir ki, hansımızda, indi mən danışacağım, görün hansınız o tipə aidsiniz, hansınız şəxslər arası intellektə aidsiniz, hansınız fərd daxili, hansılarınızsa dostluq etməyi, yoldaşlıq etməyi, yoldaşlarınıza, dostlarınıza, ətrafınıza yaxşı mənada yol göstərməyi bacarırsınızsa, onların qayğısına qalırsınızsa, istəyirsiniz ki, məsələn, ətrafınızda olan insanlarla münasibətiniz xoş arada keçsin, istəyirsiniz ki, dostlarınıza yaxşı mənada yol göstərəsiniz və əgər qarşıdakı insanın problemlərini anlayırsınızsa, qarşıdakı insanın üz ifadələrinə, səs və jestlərinə həssaslıq göstərə bilirsinizsə, yəni empati qura bilirsinizsə, empatiya, qarşıdakını anlaya bilirsinizsə, deməli siz şəxslər arası intellektə maliksiniz. Əgər siz yalnızca özünüz haqqında düşünürsünüzsə, özünüzün planlarınız haqqında düşünürsünüzsə, yəni kənardan sizi maraqlandıran heç nə yoxdur. Öz ideyanız var, öz planlarınız var, öz həyatınız var, planlarınızı həyata keçirmək üçün çəkdiyiniz planlar var ki, mən necə addım atmalıyam ki, mən hədəfimə, məqsədimə çata bilim, heç kimə, heç nəyə fikir vermədən, öz güclü və zəif tərəflərini, öz yaxşı və pis tərəflərini aşkara çıxararaq, öz həyatını
sadəcə həyatının mərkəzində özün varsan və özün üçün düşünürsənsə, deməli fərd daxili intellektdəsən. Yox, sən başqalarının qeydinə qalırsansa, başqaları üçün narahat olursansa, başqalarının məsələn, yaxşı mənada yol göstərməyi sevirsənsə, daim belə deyim də, bir fədakarlıq göstərirsənsə, şəxslər arası intellektsən. Hansı situasiyada ki gördün, qarşına məqsəd qoydun, özün üçün xəyallar qurdun, planlama apardın, özün ilə tək qalmaq üçün vaxt ayırdın, öz tempinlə işləyə biləcəyin layihələr qurdun, bilin ki, fərd daxili intellektdəsiz. Bir də düşünün ki, siz lider olmağı sevirsiniz, istəyirsiniz ki, sizi dinləsinlər, siz də dinləyin, təşkilatçılıq eləməyi sevirsiniz. Kiminsə ad günü olur, kiminsə xoş gün olur. Orada təşkilatçılıq eləməyi sevirsiniz, manipulyasiya eləməyi sevirsiniz. Yəni qarşınızdakına təsir göstərməyi, şənlikləri, dost qrupları, yığıncaq qrupları, gəzmək qrupları. Yəni bunlar varsa şəxslər arası intellektdəsiz. Harda ki, məsələn, toxunursuz, qaçırsız, hoppanırsız, tullanırsız, bilin ki, siz bədən kinestetikdəsiz. Hardasa təbiət hadisələrini xoşlayırsa, naturalistik. Harda biz video slaytlar, şəkillər varsa, məkan vizualda. Harda musiqi, mahnı oxuyursunuz, musiqi alətində ifa edirsiniz, musiqi ritmlisiz. Harda ki, dərindən düşünürsünüz, yüz ölçür, bir biçirsiniz, məntiqi riyazisiz. Harda ki, danışmağı sevirsiniz, harda ki, şeir deməyi xoşlayırsınız, nitqiniz aydın şəkildədir, öz səliz nitqinizlə, öz gözəl xəttinizlə hər kəsdən fərqlənirsiniz. Deməli, siz verbal lingvistikdəsiz. Əziz müəllimlər, bu qədər dərsimiz Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsi. Ümid edirəm ki, bu danışdıqlarımdan sonra da hər kəs hansı intellektə malik olduğunu anlamış oldu. Hər hansı bir çətinliyiniz, mövzu ilə bağlı qaranlıq qalan bir məqam oldu mu sizin üçün? Yenidən nəyisə izah etməyimi istəyirsinizsə, izah eləyə bilərəm. Varmı suallarınız mövzu barədə? Xeyr, müəllimə. Digərləri, sizlərin sualları varmı? Əgər mövzunun PDF-ini indi dərsdən sonra Adil sizə göndərəcək. Mövzunun səs yazmasını birazdan göndərəcəm və eyni zamanda da YouTube-a yerləşdirəcəm. İnşallah sabah Howard Gardnerin nəzəriyyəsinin testlərini də işləmiş olacağıq. Hər hansı bir qaranlıq qalan bir məqam qaldımı, əziz müəllimlər? Xeyr, müəllim. Xeyr, müəllimə. Oldu, o zaman təşəkkür edirəm. Sabah görüşərik öz dərsimizdə.